Ə, Deməli, növbəti bizim mövzumuz hərki qabiliyyətlərdir. Ən vacib də bu hərki qabiliyyətlərdir, çünki birinci sinifdə 11-ci sinifə kimi biz bu hərki qabiliyyətləri inkişaf etdiririk. Və 6 hərki qabiliyyətimiz var və fiziki keyfiyyətimiz var. Ümumiyyətlə, hərki qabiliyyət nədir? Hərki qabiliyyət hərki fəaliyyətin icra keyfiyyətini müəyyənləşdirən, insanın anadan gəlmə və yaxud da sonra qazanılan deməli, motor funksiya psixofiziki xüsusiyyətdir. Bu, hərki qabiliyyətin tərifidir. Və bizdə var fiziki keyfiyyət. Fiziki keyfiyyət isə ümumiyyətlə nədir? Bu, insanın anadan gəlmədir, motor funksiyasıdır. İnsanın anadan gəlmə motor funksiyasıdır. Bu, fiziki keyfiyyətdir. Və bizim yaş dövrü hardan başlayır? İnkişaf başlayır elə bir ki, 6 yaşdan 18 yaşına kimi biz bu hərki qabiliyyətləri inkişaf etdirə bilərik. Ümumiyyətlə, 6 hərki qabiliyyətimiz var və 5 fiziki keyfiyyətimiz. 6 hərki qabiliyyətlərimiz hansıdır? Ən vacib, ən baza hərki qabiliyyət bizə qüvvə qabiliyyətidir. Qüvvə qabiliyyəti. İkinci gəlir sürət, 3 dözümlülük, 4 çeviklik, 5 həyəcanlı və 6 sürət güc. Ümumiyyətlə, yadda saxlayın ki, sürət güc fiziki keyfiyyət deyil. Fiziki keyfiyyət deyil, sürət güc hərki qabiliyyətdir. Hərki qabiliyyət, bunu yadda saxlayın. Baxın, bu sürət güc bizdə fiziki keyfiyyət deyil. 5 fiziki keyfiyyətimiz var. Qüvvədir, sürətdir, dözümlükdir, çeviklikdir və həyəcanlıdır. İnkişafında 5 əsas deməli təməli var. Bunlar hansılardır? Birinci, adekvat fiziki yükdür, uzunmüddətli təsirdir, düzgün rejim və intensivlikdir, müvafiq icra şəraitidir və səmərəli nəzarət metodları var. Birinci, hərki qabiliyyət sürət qabiliyyətidir. Ümumiyyətlə, sürət qabiliyyəti nədir? Buna baxaq. Sürət qabiliyyəti hansısa bir işi mümkün qədər qısa vaxt ərzində yerinə yetirilməsidir. Bu, sürət qabiliyyətin tərifidir. Belə gedir. Və sürət qabiliyyətin deməli, hansı metodlar inkişaf etdirmək olar? Bu metod nədir? Metod üsul deməkdir ki, o metodlarla biz sürət qabiliyyətini inkişaf etdirə bilərik. Belə bir metodlar ola bilər: oyun, yarış, nəzarət metodu, interval, fartlek metodu. Belə bir metodlarımız mövcuddur. Hansı yaş dövründə daha yaxşı sürət qabiliyyətini biz inkişaf etdirə bilərik? 10-14 yaş arası daha yaxşı inkişaf etdiririk. Hansı funksional sistemlə sıx əlaqəsi var? Yadda saxlayın ki, bunu. Dayak hərəkət aparatı, sonra mərkəzi sinir sistemi və əzəli ilə sıx əlaqəsi var. Hansı hərki qabiliyyətlə sıx əlaqəsi var? Var, sürət güclə, qüvvə ilə və çevikliklə sıx əlaqəsi var. Və sürət qabiliyyətinin inkişafında yönəlmiş hərəkətlərin sağlamlaşdırıcı təsiri aşağıdakılardır. Bunlar hansılardır? İndi bunlara baxaq. Baxın, əzələləri möhkəmləndirir, artıq çəkini azaldır, beyninə gedən oksigeni miqdarını artırır, maddələr mübadiləsini sürətləndirir, sümükləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır və acəl fəaliyyətini gücləndirir. Bu, sürət qabiliyyətinin təsiridir orqanizma. Bəs hansı hərki qabiliyyət və bu sürət qabiliyyətinin təzahür amilləri var? Bunlar hansılardır? Baxın, birinci, sinir sistemi və əzələ aparatının vəziyyəti. Yadda saxlayın ki, sinir sistemi və sinir əzələ aparatı gördünüzsə, avtomatik bunu həmişə götürün, ya sürət, ya sürət güc. Çünki sürətlə sürət gücün təzahür amilləri eynidir. Bunu belə deyil. Baxın, sinir sistemi və sinir əzələ aparatı vəziyyəti gördünüz. Həmişə bunu yadda saxlayın ki, bu aiddir bizə sürət və yaxud da sürət güc qabiliyyətinə. Sonra
Əzələlərin reaktivliyi və elastikliyi. Əzələlərin reaktivliyi və elastikliyi sürət güc. Sadəcə olaraq qüvvədə necə gedir? Əzələ reaktivliyi və elastikliyi xüsusiyyəti varsa, onda o qüvvəyə aiddir. Sadəcə olaraq xüsusiyyəti yoxdursa, onda bu aiddir sürət və yaxud da sürət güc qabiliyyətinə. Əzələ qüvvəsi yalnız aiddir sürət və yaxud da sürət güc qabiliyyətinə. Oynaqların mütəhərrikliyi yalnız aiddir sürət gücə. Sonra əzələlərin gərginlikdən boşalma qabiliyyətindən keçmə bacarığı aiddir sürətə. Hərəkətin icra texnikası sürət və yaxud da sürət güc qabiliyyətidir. Anaerob enerji mənbələri sürət və yaxud da sürət güc qabiliyyətidir. Əzəl liftlərin xüsusiyyəti sürətli liftlərin miqdarı. Əgər sürətli liftlərin miqdarı görürsünüzsə, avtomatik bu sürət və yaxud da sürət güc qabiliyyətidir. Sadəcə olaraq, baxın, belə olsa əzəl liftlərin xüsusiyyəti, o zaman bu qüvvə qabiliyyətidir. Amma əlavə sürətli liftlərin miqdarı olsa, onda aiddir sürət və yaxud da sürət güc qabiliyyətinə. Və sıx əlaqəsi var hansı hər iki qabiliyyətlərlə? Dedik ki, sürətin sıx əlaqəsi var. Sürət güclə, qüvvə ilə və çevikliklə. Onların sıx əlaqəsi var. Bu təzahür amilləridir. Bunun sürət qabiliyyətin 3 tərkib komponenti var. Baxaq, bunlar hansıdır? Birinci, hərəkətin reaksiya tezliyidir. 2, tək hərəkətin icra tezliyidir və yaxud hərəkət icra tezliyi deyilir. Maksimal qaçış sürəti. Birinci komponent hərəkətin reaksiya tezliyinə baxaq. Hərəkətin reaksiya tezliyi nədir? Hərəkətin reaksiya tezliyi hərəkətə başlamaq üçün verilən siqnallar hərəkətin icrasına başlanma anına kimi olan vaxt ölçüsünün təyin olunur. Və bunlar hansıdır? Tutalım ki, sən gözləyirsən ki, siqnal versin, fit versin müəllim və sən siqnala cavab verirsən və keçirsən hərəkətə. Siqnalı gözləyirsən, reaksiya verirsən və keçirsən hərəkətə. Və hərəkətin reaksiya tezliyi də 2 yerə bölünür. Sadə və mürəkkəb. Sadə nədir? Sadə reaksiya əvvəlcədən gözlənilən siqnala cavabdır. Amma mürəkkəb isə seçim etməyə və yaxud da hərəkət edən obyektə cavab verilməsidir. Sadə hərəkətlərə aid olan hansı hərəkətlərdir? Baxın, oturaraq dayaqdan çıxış vəziyyətlə, sonra oturmuş vəziyyətdən startlar, uzanmış vəziyyətdən startlar, kürəyə hərəkət istiqamətdən startlar. Bunlar hamısı aiddir bizə, sadəyə aiddir. Deməli, oturaraq dayaqdan startlar, oturmuş vəziyyətdən startlar, uzanmış vəziyyətdən startlar, kürəyə hərəkət istiqamətdən startlar. Bunlar hamısı startlar sadədir. Amma mürəkkəbə aid olan hərəkətlərdir. Nümunə kimi deyək. Deyək, tenis oynayır, tenis topu gəlir və qaytarır. Hansı obyektə qarşı cavab verilməsidir. Və yaxud da qapçı futbol topunu tutur. Bu nədir bu? Bu aiddir mürəkkəbə. Və yaxud da badminton oynanılır, valan gəlir, sən raketki ilə valanı qaytarırsan, cavab verirsən. Bu aiddir nəyə? Mürəkkəbə. İndi ikinci komponenti bunun hansıdır? Hərəkətin icra tezliyi. Hərəkətin icra tezliyi budur ki, hər hansı bir hərəkəti müəyyən məsafədən və yaxud da və ya zaman daxilində daha çox təkrarlanmasıdır. Bu aiddir hərəkətin tək icra tezliyi. Bir vaxt vahid ərzində hərəkətin təkrarlanmasıdır. Tək hərəkətin icra tezliyidir. Bunlar hansı bu hərəkətlər? Baxaq. Əllər dairədə yerində qaçış. Təkrarlanır çünki. Əllər dairədə yerində qaçış. Əllər dairədə olmaqla müəyyən vaxt ərzində yerində qaçış. Sonra nişanlanmış yollarda tək ayaqların sağ və sol ayaqları nişanla toxunmaqla qaçış aiddir bizə, deməli, tək hərəkətin icra tezliyi. Divardan 10-15 sm aralı duraraq vaxt vahidi ərzində ayaqları ucu ilə bir nöqtəyə toxunmaq. Nədir bu? Aiddir bu, deməli, bizə tək hərəkətin icra tezliyi. Nişanlar arasında məsafə dəyişməklə qaçışlar məsafə azaldıqca tezlik də artır. Bu təkrarlanansa o zaman nədir? Tək hərəkətin icra tezliyi.
Üçüncü komponent maksimal qaçış sürətidir. Maksimal qaçış sürətin tez bir zamanda hərəkətin yerinə yetirilməsidir. Bu hansı hərəkətlərdir baxaq. Məsafə güzəştləri ilə startlar 30 metrə. Sonra maili qaçış yolunda sürətlənmələr. Maili qaçış yolunda sürətlənmələr. Belə ola bilər. Maili qaçış yolunda startlar və sürətlənmələr. Startlar gördünüzsə bunu deməyin ki, hərəkətin reaksiya tezliyidir. Və yolunda sürətlənmələr varsa, onda bu nədir? Maksimal qaçış sürəti. Sonra qısa məsafəli estafetlər. Qısa məsafəli estafetlər. Məkik qaçış 2 vuron, 3 vuron, 4 vuron. Baxın, məkik qaçış deyilsə ki, hansı ki qabiliyyəti inkişaf etdirir, o zaman çeviklik qabiliyyəti. Hadisə desə ki, hansı ki qabiliyyətin komponentin inkişaf etdirir, onda bu maksimal sürətdir. 20-30 metr məsafə maksimal sürətlə qaçışlardır. Daha sürətli yoldaşı ilə qaçışlardır. Baxın, daha sürətli yoldaşı ilə qaçışdır. Və yaxud da istiqaməti dəyişməklə sürətli qaçışlardır. İstiqaməti dəyişməklə sürətli qaçışlar aiddir nəyə? Maksimal sürətə. Sadəcə olaraq qaçır istiqaməti dəyişirsə, onda bu aiddir çevikliyə. Qayıtsıvari dizləri yuxarı qaldırmaqla və kürəkləri üzərinədir qaçışlardır. Və növbəti hərəkət qabiliyyətə keçək. Bu oldu bizə sürət qabiliyyəti. İkinci hərəkət qabiliyyətimiz sürətgüz qabiliyyətidir. Baxın, birinci ümumiyyətlə hərəkət qabiliyyəti və yaxud da adlanır tədris vahidləri. Biz məktəbdə sentyabr ayının 15-dən başlayırıq. Elə bir ki, bir dərs bizdə olur. İnformasiya təmin nəzəri bilirlər. Növbəti dərs diaqnostik qiymətləndirmə və sonra biz keçirik sürət qabiliyyətinə, inkişafına. Birinci bizə sürət qabiliyyəti inkişafı başlayır. İkinci gəlir sürətgüz qabiliyyəti. Sürətgüz qabiliyyəti nədir? Mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə göstərməkdir. Və sürətgüz qabiliyyətində hansı qüvvənin növü istifadə olunur, yadda saxlayın? Partlayış qüvvəsidir. Partlayış qüvvəsi nədir? Qısa vaxt ərzində qüvvə göstərməkdir. Bu partlayış qüvvəsidir. Qısa vaxt ərzində qüvvə göstərməkdir. Və bunu hansı yaş dövründə yaşı inkişaf etdirmək olar? 12-15 yaş arası. Hansı funksional sistemin sıx əlaqəsi var, yadda saxlayın? Dairə hərəkət aparatı ilə, sonra ürək damar sistemi və qüvvə ilə sıx əlaqəsi var. Və hansı hərəkət qabiliyyətlə sıx əlaqəsi var? Sürətlə və qüvvə ilə sıx əlaqəsi var. Sonra inkişaf metodları, hansı metodları inkişaf etdirmək olar? Dairəvi, təkrar seriyalı, bir də yarış metodu ola bilər. Əlavə edə bilərik yarış metoduna, əlavə edə bilərik. Təzahür amillərinə baxaq. Bir daha dediyim kimi, sürətdə və sürətgüzdə təzahür amilləri eynidir. Dediyimiz kimi, sinir sistemi və sinir əzələ aparatı gördüksə, o zaman nədir bu? Aiddir bu sürətgüz qabiliyyətinə. Əzələ reaktivliyi, əzələ və elastikliyi aiddir sürətgüz qabiliyyətinə. Əzələ qüvvəsi sürətgüzdür. Gərgin boşalma bazarına vəziyyətin keçməsidir, aiddir sürətgüz qabiliyyətinə. Hərəkətin incə səmərəliliyi, texnikası sürətgüzdür. Enerji mənbələri əzələnin anaerob şəraitində təqəllüsüdür. Sonra əzələ liflərdir, sürətli əzələ liflərin miqdarıdır, bunu dedik. Və sıx əlaqəsi var, sürətgüzün sürətlə və qüvvə ilə sıx əlaqəsi var. Və bunun iki komponenti var, sürətgüz qabiliyyətinin, sürətli qüvvə və sürət. Ümumi təhsil müəssisələrində biz iki istiqamət üzrə inkişaf etdirə bilərik. Sürətgüz qabiliyyətinin yuxarı atmalardır, yuxarı ətraflar atmalardır və aşağı ətraflarda tullanmalardır. Yuxarı ətraflarda atmalara deyəndə atmalar, baxın, tutalım ki, oturmuş vəziyyətdə basketbol topun itələməsi və yaxud da duruş vəziyyətdə basketbol topun baş arxasına atılması və yaxud da bir yerdə durur və yaxud da qalxır ayağa, bir əlindən topu itələyir, atır. Oturmuş vəziyyətdə sinəsi qarşısından topun itələməsidir. Tenis topun atılmasıdır. Hansısa bir topu və yaxud da aləti
uzaq bir məsafəyə atırsansa, bu aiddir bizə deməli sürət güc qabiliyyəti inkişaf etdirir. Baxa bu növbəti hərəkətlər hansıdır? Sürət güc qabiliyyətini inkişaf etdirən hərəkətlər müxtəlif çəkili topların uzağa atılmasıdır. Topların baş üzərinə arxaya atılmasıdır. Topların itələməsidir, atılmasıdır. Atma elementlərinə daxil edilmiş oyunlar estafetlərdir. Sonra təkrar icra edilən atma hərəkətləridir. Növbəti doldurmuş topların müxtəlif çıxış vəziyyətinə atılması, itələməsidir. Yüngül topların atılmasıdır. Tipli topun atılmasıdır. Tipli top nədir? Tipli top ola bilər 2 kilogram, 4 kilogram. Bunlar aiddir tipli topa. Tipli topdur onlar. Və tipli topun atırsansa uzaq bir məsafəyə, bu aiddir deməli sürət güc qabiliyyətinə. Adicə belə sual düşə bilər ki, doldurmuş topların uzaq bir məsafəyə atırsan, hədəfə uzaq bir məsafəyə atırsansa, onda bu sürət gücdür. Hədəfə uzaq olmazsa, hədəfə atırsansa, onda çeviklik qabiliyyətidir. Bunu belə yadda saxlayın. Və sonra uzanan dayaqdan hər iki əlin təkanı ilə dayaqdan ayrılmaq. Tamam ki, jim edir, hop etdi, yenə jim edir. Bu nədir? Sürət güc qabiliyyəti. Bu imtahan sualıdır. Tullanan başla futbol topun vurmaq, uzaq bir məsafəyə vurmaq aiddir sürət güc qabiliyyətinə. Qumbaranın atılması və yaxud da yadronun itəlməsidir, nizə atmadır, löp atmadır. Bunlar hamısı aiddir yuxarı ətrafların sürət güc qabiliyyətinin inkişaf etdirilməsidir, aid hərəkətlərdir. Aşağı ətraflarda hansı hərəkətlərin inkişaf etdirilmək olar? Əsasən tullanmalardır. Tullanmalar da olur üfüqi və şaquli tullanma. Üfüqi tullanmalar hansıdır? Uzunluğa tullanmadır, üstəkanla tullanmadır və şaquli tullanmalar da hündürlüyə tullanmadır və şüvülyə tullanma. İndi baxaq hansı hərəkətlərlə biz inkişaf etdirə bilərik bunları. Baxın, tək ayaq üzərinə 15-20 metrə qaçışdır. Tək ayaq üzərinə 15-20 metrə qaçış aiddir sürət güc qabiliyyətinə. Əlavə burada olsa ki, tək ayaq üzərində sağ və sol 15-20 metrə qaçış vaxtda olsa, o zaman bu maksimal sürətdir. Adicə olsa tək ayaq üzərində sağ və sol ayaq üzərində 15-20 metrə qaçış nişanlanmış yolla toxunmaqla qaçış. Onda bu aiddir tək hərəkətin icra tezliyi və yaxud da hərəkət tezliyi deyirlər. Gimnastik ipədə sırayiş hərəkətlər. Skakalka deyirlər də, gimnastika bir skakalka deməkdir. Gimnastik ipədə sırayiş hərəkətlərdir. Tək və ya cüt ayaqla müxtəlif maneə üzərində sırayışla keçərək müəyyən məsafəni qət etmək, sırayışla keçmək müəyyən məsafəni qət etməkdir. Hündürdən tullanıb, dərhal hündürlüyə və uzunluğa tullanma. Baxın, bu da imtahan sualı. Keçən bu imtahana bu sual düşmüşdür. Aiddir bizə deməli nəyə? Aşağı ətrafların sürət güc qabiliyyəti inkişaf etdirir. Müxtəlif istiqamətdə çoxsaylı sırayışlardır. Sonra müxtəlif istiqamətlərə dairədən dairəyə tullanmalardır. Yerindən kiçik qaçışdan uzunluğa, maneələr üzərinə tullanmalar. Tullanmalar varsa, maneə üzərinə tullanırsansa, o zaman bu sürət güc qabiliyyəti inkişaf etdirir. Sonra oturuşdan irəliyə çoxsaylı tullanmalar, sürət güc qabiliyyəti inkişaf etdirir. Hər iki ayağın təkanı ilə sağa və sola çoxsaylı tullanmalardır. Müxtəlif istiqamətli çoxsaylı sırayışlardır. Şagirdlər üz-üzə oturuşdan bir-birinə əllə tullanır, yuxarı qalxırlar və tullanırlar. Sırayışdır, təkrar sırayışı daxil edilmiş oyun və estafetlərdir, şüvüllə tullanmalardır. Belə deyək də, tullanmanın 90%-i bizdə inkişaf etdirir sürət güc qabiliyyətini. Amma bəzi istisna hallar var ki, tutalım ki, dayaqlı tullanmadır, skamya üzərinə tullanmadır, deyək, qurbağavari hoppanaraq irəliləməkdir, tullanmadır. Bunlar aiddir qurviyə. Bunu yadda saxlayın. İstisna hal kimi. Növbəti tədris vahidi və yaxud da hərəkət qabiliyyət gəlir bizə əlgənlik qabiliyyəti. Əlgənlik nədir? Əlgənlik hərəkət aparatının morfofunksiyanal xüsusiyyəti olur və hərəkətlər mümkün qədər olan geniş ampulda yerinə yetirilməsidir. Və amplituda sözü nədir? İmtahandan keçən sual belə düşmüş ki, amplituda nədir? Amplituda budur ki, tarazlığın vəziyyətindən uzaqlaşan nöqtələr arasında olan məsafə hərəkətin son həddidir. Son həddir. Tam açılma belə deyək. Tam açılma geniş amplituda yerinə yetirilməsidir. Və hansı yaş dövrünə daha yaxşı inkişaf etdirə bilərik?
6-11 yaş arası daha yaxşı inkişaf etdirə bilərik biz ərgənlik qabiliyyətini və ərgənlik qabiliyyətinin hansı iki qabiliyyətlə sıx əlaqəsi var? Yadda saxlayın, dözümlülük və çevişliklə sıx əlaqəsi var. Hansı funksional sisteminə sıx əlaqəsi var? Əzələ bağ aparatı ilə oynaqlar, mərkəzi sinir sistemi ilə sıx əlaqəsi var. Bunlar və metodları, hansı metodlarını inkişaf etdirmək olar? Təkrar seriyalı, fasiləli və burada əlavə etmək olar, dairəvi metodda əlavə etmək olar. Və hansı faktorlar təsir göstərdir bunun inkişafını, təsir göstərdir? Yaş faktoru, uşaqlarda daha yaxşı inkişaf etdirilir, nəinki böyüklərdə, orta yaşlarda. Cins, qadın və yaxud da kişilərdə, qadınlarda 20-30% yaxşı inkişaf etdirilir, nəinki kişilərdə. Genetik xüsusiyyətlərdir. Tamam ki, mənim valideynlərim gimnast olubsa, bu xüsusiyyətlər mənə keçə bilər genetikada. Psixoloji amillər, tamam ki, mənim əhval-ruhiyyəm yoxdursa, mənim motivasiyam yoxdursa, emorsiyam yoxdursa, o zaman mən bu hərəkətlər düzgün yaxşı edə bilməyəcəm. Günün vaxtından, axşam saatları daha yaxşı ərgənlik qabiliyyəti inkişaf etdirilir, nəinki səhər saatları. Temperaturdan, hava isti olan daha yaxşı inkişaf etdirilir. Nəinki, baxın, tutalım ki, bugün yağış yağır. O zaman bizim əhval-ruhiyyəmiz yoxdur, hərəkət etmək istəmirik, daha yaxşı. Amma isti olanda, axşam saatlarına doğru gedəndə daha yaxşı hərəkətləri yerinə yetirirsən. Qızışdırıcı hərəkətlərdir. Bunlar hamısı təsir göstərir bu ərgənlik qabiliyyətinin inkişafında. Və bunun təzahür amilləri var. Bu təzahür amilləri hansıdır? Əzələlərin boşalma qabiliyyətidir. Sonra qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunmasıdır. Günün vaxtı dediyi səhər saatlarında aşağı olur, nəinki axşam saatları. Cinsi mənsubiyyətdə qadın, kişi, qadınlarda daha yaxşı olur, hərəkət inkişaf etdirir. Genetik xüsusiyyətlərdir. Bağların elastikliyi və əzələ tonusundandır. Ətraf mühitin hərarətindəndir. Və bunun iki komponenti var. Hansılardır? Oynaqların mütəhərrikliyi və əzələ bağ aparatının elastikliyi. İki komponenti var. Və belə bir anlayış da var. Ümumi ərgənlik və xüsusi ərgənlik. Ümumiyyətlə, ümumi ərgənlik nədir? Dairə hərəkət aparatı nisbətən iri oynaqların hərəkətinin maksimal amplitudu isə müəyyənləşdirilir. Yadda saxlayın ki, əgər nisbətən sözü varsa, ümumi ərgənliyə, ümumiyə aiddir. Baxın, ümumi dözümlüyü ola bilər, nisbətən aşağı intensivli hərəkəti yetirilməsidir. Sonra, baxın, nisbətən iri oynaqlar varsa, deməli, ümumi ərgənlikdir. Amma xüsusi ərgənlik nədir? Hər hansı hərəkət fəaliyyətin icra üsulunun müvafiq, baxın, müvafiq sözü varsa, müvafiq amplituda yerinə yetirilməsidir. Müvafiq sözü varsa xüsusi aiddir, nisbətən sözü varsa ümumi aiddir. Bunu yadda saxlayın. Və bunun növlərinə baxaq. Belə bir növləri var. Fəal, qeyri-fəal, sonra statik hərəkətləri var, dinamik hərəkətlər var. Statik hərəkət nədir? Statik hərəkət budur ki, hərəkəti xüsusi qurğular olmadan hərəkətsiz əzələlərin gərginliyinin saxlanılmasıdır. Və 6-10 saniyə ərzində yerinə yetirilir, sabit hərəkətsiz qalmaq deməkdir. Dinamik hərəkətlər nədir? Dinamik hərəkətlər burada hərəkət zamanı bədənin elə bir ki, müxtəlif hissələrin, oynaqlarda, əzələlərdə eyni anda hərəkət edilməsidir. Fəal hərəkət budur ki, hər hansı bir hərəkəti, oynağı əhatə edən əzələlərin təqərrüsü hesabına baş verilməsidir, əyilməsidir. Özü yerinə yetirir. Amma qeyri-fəal hərəkət budur ki, kiminsə köməyinə, xarici köməklə varsa, bu nədir? Bu qeyri-fəal ərgənlikdir. İndi baxaq. Baxın. Deməli, orqanizm funksional vəziyyətində ərgənliyin təsiri göstərir. Nə təsir göstərir? Baxın, qeyri-fəal ərgənlik artır, fəal ərgənlik azalır. Nə var? O vaxt olur ki, bu yorğunluqda baş verir. Əgər qeyri-fəal ərgənlik artır və qeyri-fəal
azalırsa bu yorğunluqdur. Yorğunluqdur. Dinamik fəal hərəkətə keçək. Dinamik fəal hərəkət nədir? Dinamik fəal hərəkət zamanı məşğul olan şəxs sərbəst olaraq bədəni və oynaqlar ilə müxtəlif yaylı, fırlanma, yerlənmə hərəkətlərin maksimal amplitudasıdır. Özü yerinə yetirir hərəkəti. Və yaxud da dinamik qeyri-fəal hərəkət nədir? Dinamik qeyri-fəal hərəkət budur ki, kiminsə köməyinə hərəkətdə olan zamanı yerinə yetirir hərəkəti. Onun ki, salto aşır, müəllimin köməyinə yerinə yetirir. Amma statik fəal hərəkət budur ki, hərəkəti 6-10 saniyə ərzində yerinə yetirilməsidir, saxlanılmasıdır. Statik fəal hərəkət budur ki, özü yerinə yetirdi və 6-10 saniyə ərzində saxlayır bədənini. Statik qeyri-fəal nədir? Statik qeyri-fəal hərəkət budur ki, özü yerinə yetirir, amma kiminsə köməyinə yerinə yetirir. Kimsə tutub saxlayır 6-10 saniyə ərzində. Və qarışıq hərəkətlər var. Qarışıq hərəkətlər nədir? Qarışıq hərəkətlər budur ki, həm burada statik, həm də dinamik hərəkətlər var. Qarışıq hərəkətlər bunlar ola bilər ki, tutalım ki, turnikdə yerlənir, dinamik hərəkət, sonra özünü saxlayır. Olur statik, 6-10 saniyə ərzində. Bu olur qarışıq hərəkətlər. Və hansı hərəkətlər deməli, bədəni əyilmə qabiliyyətini inkişaf etdirir? Fırlanma hərəkətlərdir, dönmə hərəkətlərdir, dolaylanma və yerlənmə hərəkətlərdir, ətrafların geniş amplitudası yerlənmə hərəkətlərdir, körpü vəziyyətidir, sonra qolların dairəvi hərəkətidir, kürə üstü uzanmış vəziyyətdə ayaqların baş arxasından yerə toxundurulmasıdır, kürə üstü uzanmış vəziyyətdən qalxaraq əllərin pəncələrə çatdırılmasıdır, kürə üstü uzanmış vəziyyətdən ayaqlar sağa və sola aparılmasıdır. Əsas duruşdan qolların irəlidə aşağı və yaxud da yuxarı yerləndirilməsidir. Bunlar hamısı nədir? Hamısı bədən əyilmə qabiliyyətinin hərəkətləridir. Bunlar bu qeyri-fəal hərəkətdir. Bu kiminsə köməyini yerinə yetirirsə dinamik qeyri-fəal hərəkətdir. Özü yerinə yetirirsə dinamik fəal hərəkətdir. Keçək qüvvə qabiliyyətinə. Qüvvə qabiliyyəti nədir? Qüvvə qabiliyyəti əzələrin yığılması hesabına xarici müqaviməti dəf edilməsidir. Xarici müqaviməti dəf edilməsidir. Və qüvvə qabiliyyəti ümumiyyətlə bazadır. Qüvvə qabiliyyəti olmasa heç bir hərəkəti biz yerinə yetirə bilmərik. Və qüvvə qabiliyyətinin hansı yaş dövründə daha yaxşı inkişaf etdirə bilərik? 12-18 yaş arasında. Və sıx əlaqəsi var qüvvə qabiliyyətinin sürətgöz qabiliyyəti ilə. Hansı funksional sistemin sıx əlaqəsi var? Ürək-damar sistemi, dəqiq hərəkət aparatı və əzələ sisteminin sıx əlaqəsi var qüvvə qabiliyyətinin. Metodlar hansıdır? İmplana qədər piramida, dairəvi zərbə metodları var, mövcuddur. Belə bir növlər də var. Partlayış qüvvəsi. Partlayış qüvvəsi nədir? Qısa vaxt ərzində maksimum qüvvə göstərməkdir. Və təkan qüvvəsi nədir? Təkan qüvvəsi isə maksimal qüvvə sərf edərək möhkəm itələmə və ya itələnmə gedir. Bu təkan qüvvəsidir. Zərbə qüvvəsi nədir? Maksimal qüvvə sərf edərək kəskin zərbə endirməkdir. Ləng qüvvəsi budur ki, nisbətən yavaş hərəkətdə qüvvə sərf etməkdir. Nisbətən yavaş. Sonra qüvvə qabiliyyətdə bölünür ümumiyyətlə var bizdə deməli, belə bir növlər də var. Mütləq qüvvə. Mütləq qüvvə var. Mütləq qüvvə nədir? Mütləq qüvvə budur ki, maksimal qüvvə var. Maksimal qüvvə bölünür mütləq qüvvə və nisbi qüvvə. Mütləq qüvvə budur ki, öz çəkisinə asılı olmayaraq şagird dəf edə bildiyi xarici müqaviməti maksimal çəkisidir. Özü yerinə yetirir. Tam ki, 50 kilo çəkisidir, ona verirsə 80-100 kilo verirsə və özü bu hərəkəti yerinə yetirir. Çəkisinə asılı olmayaraq. Nisbi qüvvə budur ki, şagirdin öz çəkisinə uyğun hərəkətin yerinə yetirilməsidir. Tutalım ki, turnikdə dartılma. Turnikdə dartılma nisbi qüvvədir. Amma ştanga verirsən, onun çəkisi 50 kg-dır. Tutalım ki, verirsə ona 80 kg. Bunu edirsə, bu mütləq qüvvədir. Mütləq. Və reaktivli qüvvə var, sürətli qüvvə var. Belə bir növləri var qüvvənin. Və qüvvə dözümlüyü belə bir növdə var.
Deməli, qüvvə dözümlüyü. Qüvvə dözümlüyü nədir? Qüvvə dözümlüyü uzun müddətli əzələ gərginliyin tələb edən qüvvə formasıdır. Nümunə kimi deyək, turnikdə uzun müddətli sallanma. Nədir bu? Qüvvə dözümlüyü. Və bu da iki yerə bölünür. Dinamik qüvvə dözümlüyü və statik qüvvə dözümlüyü. Dinamik qüvvə dözümlüyü nədir? Ağır hərəkətlərin aşağı tempdə davamlı icrasıdır. Dinamik qüvvə dözümlüyü. Amma statik qüvvə dözümlüyü nədir? Çıxış vəziyyətdən dəyişmədən əzələnin gərgin saxlanılmasıdır. Bu aiddir statik qüvvə dözümlüyü. Baxın, bu hərəkətlərdir. Bu aiddir dinamik qüvvə dözümlüyü, bu isə statik qüvvə dözümlüyü aiddir. Və təzahür amillərinə baxaq. Birinci, maddələr mübadiləsi və enerji mənbələri. Maddələr mübadiləsi varsa, yadda saxlayın ki, həmişə qüvvəyə aiddir. Hərəkətin səmərəliliyi qüvvəyə aiddir. Sinir impulsları, güc və tezliyi qüvvəyə aiddir. Sonra antagonist və sinergist əzəllərin koordinasiyası. Antagonist və sinergist əzəllər deyəndə nədir? Bunu deyim sizə. Antagonist əzəllər açılıb bağlanan əzəllərdir. Amma sinergist əzəllər bir tərəfli işləyən əzəllərdir. Bunlar sinergist əzəllər adlanır. Əzələrin en kəsi, sonra əzəl liflərin xüsusiyyətidir. Əzələrin reaktivliyidir, elastiklik və reaktivlik və sinergist əzəllərin optimal əlaqəsidir. Bunlar təzahür amilləridir qüvvə qabiliyyətinin və izometrik hərəkətlər var. İzometrik hərəkətlər nədir? İzometrik hərəkətlər 6-7 saniyə ərzində yerinə yetirilən hərəkətlərdir. Statik hərəkətlər adlanır bunlar. Bunun iki komponenti var. Qüvvə qabiliyyətinin ümumi qüvvə və qüvvə dözümlüyü. Və ümumi təhsil müəssisələrində 4 istiqamət üzrə biz qüvvə qabiliyyətini inkişaf etdirə bilərik. Yuxarı ətrafların qüvvə qabiliyyəti, ön ətrafların qüvvə qabiliyyəti, arxa əzələ ətrafların qüvvə qabiliyyətinin inkişaf etdirilməsi, aşağı ətraf əzələlərin qüvvə qabiliyyətinin inkişaf etdirilməsidir. 4 istiqamət üzrə inkişaf etdirə bilərik. Yuxarı ətrafların əzələ qüvvəsini necə inkişaf etdirə bilərik? Tutalım ki, turnikdə dartmadır, oğlanlar sallanmış vəziyyətdə turnikdə dartılmasıdır. Qızlar alçaq turnikdə dartılmasıdır. Sonra qolların bükülüb açılmasıdır. Qızlar əllə skameyada qolların bükülüb açılmasıdır. Paralel qollarda qolların bükülüb açılmasıdır. Və yaxud da əllər dayaqda fırlanmadır. Bunlar hamısı yuxarı ətrafların qüvvə qabiliyyətini inkişaf etdirir. Aşağı ətrafların qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Aşağı tərəf əzələlərin qüvvə qabiliyyətini. Oturuşda qurbağavari hoppanmaq, irəliləmədir. Sonra bir ayaqüstə oturub qalxmalardır, ümumi oturub qalxmalardır. Gimnastik skamyasını sağa sola tullanmadır, yarım oturuşda irəliləmədir, qaz yerişidir. Bunlar aşağı tərəflərin qüvvə qabiliyyətini inkişaf etdirir, aşağı tərəflərin. Bədənin ön ətrafların necə inkişaf etdirmək olar? Uzanmış vəziyyətdə gövdənin bükülüb açılmasıdır, planka saxlanılmasıdır və yaxud da deyək, turnikdə sallanır, 90 dərəcə bucaq saxlanılmasıdır. Arxa tərəf əzələlərin qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Uzanmış vəziyyətdə başı arxaya aparıb gətirilməsidir. Bunlardır. Ümumiyyətlə, baxın, belə bir termin də var. Güclə qüvvənin nə fərqi var? Güc budur ki, həmin işi nə qədər deməli, sürətli və yaxud da qısa vaxt ərzində görməyə qabiliyyətidir. Amma qüvvə qabiliyyəti dedik ki, əzələ təqaüsünün hesabına xarici müqavimətin dəf edilməsidir. Nümunə kimdir? Deyək, ştanqanı qaldırdı. Qaldırdı, sadəcə olaraq qaldırdı. Bu nədir bu? Qüvvə. Amma sürətli qaldırdısa, bu gücdür. Gücdür. Deməli, sürət varsa, sürətli hansı bir işi yerinə yetirirsə, qüvvə qabiliyyətinə aid. Bu aiddir güc. Amma qüvvə isə əzələ təqaüsünün hesabda xarici müqavimətin dəf edilməsidir. Tutalım ki, turnikdə sadəcə olaraq dartınır. Dartınma aiddir qüvvəyə. Amma sürətli dartınırsa, tez-tez dartınırsa, o zaman bu aiddir nəyə? Aiddir deməli, bu sürətlə yerinə yetirirsə, gücə aiddir. Tevşik qabiliyyətinə keçək. Tevşik qabiliyyəti nədir? Mürəkkəb hərəkət fəaliyyətinin optimal idarə etmək və ya
tənzimləmək qabiliyyətidir. Yəni hərəkəti tez və asan mənimsəməkdir. Və hansı yaş dövründə daha yaxşı inkişaf etdirmək olar? 7-13 yaş arası daha yaxşı inkişaf etdirmək olar sevişli qabiliyyətini. Və sıx əlaqəsi var. Sürətlə, sürət güclə, əyləncəliyinə sıx əlaqəsi var. Funksional sistemin sıx əlaqəsi var. Mərkəzi sinir sistemi, əzələ sisteminə sıx əlaqəsi var. Hansı metodlar inkişaf etdirmək olar? Baxın, təkrar serialı, oyun, yarış, dəyişkən metodlar inkişaf etdirmək olar. Təzahür amilləri hansılardır? Baxaq. Hərəkətin təhlil etmə və dərk etmə qabiliyyəti. Yalnız buradadır. Analitik bacarıq. Hərəkət analizatorunun fəaliyyət səviyyəsi. Analizator sözləri varsa, avtomatik sevişiyə aiddir. Koordinasiya çətinliyi. İcra edilən hərəkətin mürəkkəb dərəcəsi aiddir sevişliyə. Sıx əlaqəsi var digər hərəkət qabiliyyətlə. Şagirdin cəsarəti və qətiyyəti aiddir sevişliyə. İdmançının ümumi hazırlıq səviyyəsi və təcrübəsi aiddir sevişliyə. Yadda bunu saxlayın. Və bunun 3 tərkib komponenti var. Hərəkətin koordinasiya çətinliyi, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf olunan vaxt. Ümumiyyətlə, koordinasiya nədir? Koordinasiya budur ki, düşündüyün hərəkəti uğurlu həyata keçirilməsinə yönəlmiş bədənin əzələlərin fəaliyyətinin əlaqələndirilməsinə prosesdir. Bədən əzələləri. Və bunun belə bir müvazinət var burada. Müvazinət nədir? Müvazinət əsasən hər hansı bir hərəkətin icrası zamanı sabitlik və tarazlığı qorunmasıdır. Müvazinət də 2 ilə bölünür. Statik və dinamik müvazinət. Statik müvazinət budur ki, tutalım ki, nümunə kimi hərəkət, qaranquş duruşu, sabit dayanır, müvazinətini saxlayır. Bu nədir? Statik müvazinət. Dinamik müvazinət budur ki, hərəkətdə olan zaman isə müvazinət saxlanılmasıdır. Konuslar arası qaçır. Dəf edir konuslar arası, zigzag qaçır. Bu nədir? Dinamik müvazinətdir. Dəqiq icrasının inkişaf etdirilməsi nədir? Dəqiq inkişaf etdirilməsi dəqiq bir yerə, tutalım ki, basketbol topunun səbətə atılmasıdır. Futbol topunun qapıya vurulmasıdır. Dəqiq bir yerə vurulmasıdır. Və burada dəqiqlik də bölünür 3 yerə. Hədəf dəqiqliyi, ölçmə dəqiqliyi və şəraitə görə fərqləndirmə. Bunun sevişli qabiliyyəti 2 yerə bölünür. Ümumi sevişlik və xüsusi sevişlik. Ümumi sevişlik budur ki, insanın müxtəlif hərəkət fəaliyyətinin idarə olunmasıdır və tənzimlənməsidir. Bu ümumi sevişlikdir. Amma xüsusi sevişlik budur ki, hər hansı bir ixtisas sahəsi üzrə hərəkət fəaliyyətinin idarə olunması və tənzimlənməsidir. Hər hansı bir. Xüsusi sevişliyə aiddir. Və hərəkətlərə baxaq. Hansı hərəkətlərlə inkişaf etdirmək olar? Sevişli qabiliyyətini. Topla yer dəyişmələr, estafetlər oyunlardır. İstiqaməti dəyişməklə qaçışlardır. Baxın, istiqaməti dəyişir, qaçır, nədir bu sevişli? Amma istiqaməti dəyişir, sürətli qaçırsa, bu aiddir onda sürətə. Sürət və istiqaməti dəyişməklə suni və təbii maneələrə keçməklə qaçışdır. Topla və topsuz məkik qaçışdır. Məkik qaçış nədir? Tutalım ki, 10 metrlik məsafədir. Onu 3 dəfə qaçır. 1, 2, 3. Bu məkik qaçış adlanır. Müxtəlif çəkili topların hədəfə atılmasıdır. Hərəkət, reaksiya və sürət üçün hərəkətlərdir. Nişanlanmış sahələrdə istiqaməti dəyişmə istirahişlərdir, qaçışlardır. Topla icra olunan müxtəlif hərəkətlərdir. Akrobatik hərəkətlərdir, maneələr və səmləri sıralamalarla qaçışdır, məkik qaçışlardır, gimnastik ağacı ilə müvazinət hərəkətlərdir. Bunlar hamısı aiddir bizə sevişli qabiliyyətinə. Bir-birinə top atır, nədir? Sevişli inkişaf etdirir. Və yaxud da topu əl üzərində aparır, baş üzərində aparır, müvazinəti saxlayır, sevişliyə aiddir. Gimnastik trində müvazinət hərəkəti yerinə yetirir, özünü saxlayır, nədir? Sevişlidir.
Növbəti hər iki qabiliyyət bizdə gəlir dözümlü qabiliyyətə. Dözümlü qabiliyyəti nədir? Dözümlü qabiliyyəti budur ki, hansı bir fiziki yükü uzun müddətdə yerinə yetirilməsidir və yorulmaya qarşı dayanmaq bir qabiliyyətdir. Bu dözümlü qabiliyyətdir. Və dözümlü qabiliyyətin hansı yaş dövründə daha yaxşı inkişaf etdirmək olar? 11 yaşdan yuxarı. Sırt əlaqəsi var. Əyilcənlik və sürətgöz qabiliyyətinə. Hansısa funksional sistemin sıx əlaqəsi var? Dayak hərəkət aparatı, ürək-damar sistemi və tənəffüs sisteminə sıx əlaqəsi var. Və hansı metodlarını inkişaf etdirmək olar? Rəvan, dəyişkən, təkrar, interval. Əlavə etmək olar burada. Fartlıq metodu əlavə etmək olar. Bu metodları inkişaf etdirmək olar. Və dözümlülük qabiliyyətin iki əsas göstəricisi var. Xarici və daxili. Xarici göstərici budur ki, hansısa bir məsafəni yerinə yetirilməsidir, 6 metrə qaçışlardır, sonra uzun müddətli tunikdə sallanmadır, deyək, və yaxud da 1000 metrə qaçışdır, 1500 metrə qaçışdır. Bunlar hamısı xaricidir. Görünənlər hamısı hərəkətlər xariciyə aiddir dözümlülükdə. Amma daxili bizim funksional sistemimizdir. Bu ola bilər ürək-damar sistemi, mərkəzi sinir sistemi, dərin rəngin dəyişməsidir. Bunlar hamısı nədir? Daxilidir. Və təzahür amilləri hansılardır? Orqanizmin aerob imkanları və idmançının yaşı. Bu aiddir bizə dözümlülük qabiliyyətin təzahür amilidir. Bərpa proseslərin sürəti. İdmançının güc və sürət imkanları. Sürət və güc bunu çaşdırmayın. Sürət güclə. Bu dözümlülükdədir. Güc və sürət imkanları. Yorulma zamanı fizioloji funksiyasının dayanıqlığı funksiyonu. Yorulma sözü varsa, aiddir bizə dözümlüyə. Səmərəlilik amilləri, anaerob mübadilə həddi. Aerob var, bir də var anaerob. Aerob budur ki, oksigenli. Anaerob isə oksigensizdir. Hərəkəti uzun müddətli yerinə yetirirsənsə, bu oksigenlidir. Qısa bir zamanda yerinə yetirirsən, sprint qaçışı, bu aiddir anaerobdur, oksigensiz. Texniki ustalıq, yadda saxlayın, texniki ustalıq dözümlülüklə yalnız. Enerji ehtiyatı və hərəkətin oksigen sərfinin həcmi, oksigen sözü varsa aiddir dözümlülüklə. Və bunun iki komponenti var. Ümumi dözümlülük və sürət dözümlülüyü. İki növə bölünür. Dözümlülük qabiliyyəti hansılardır? Ümumi və xüsusi dözümlülük. Ümumi dözümlülük dediyi aerob rejimdə yerinə yetirilir, oksigenli. Xüsusi dözümlülük anaerob rejimdə, oksigensiz yerinə yetirilir. Ümumi dözümlülüyə aiddir nələr? Deməli, qaçışdır, idman yerişidir, üzgüçülükdir, velosiped sürməkdir, silsiləli hərəkətlərdir. Silsiləli hərəkətlər nədir? Təkrarlanan hərəkətlərdir. Bunlar aiddir ümumi dözümlülüyə. Və bu da əsasən hansı funksional sisteminə təsir göstərir? Ürək-damar sistemi və tənəffüs sisteminə təsir göstərir. Bu hərəkətlər. Xüsusi dözümlülük nədir? Xüsusi dözümlülük hər hansı hərəkət fəaliyyətin xüsusi xüsusiyyətinə müvafiq təzahür etdirilən dözümlülük növüdür. Hər hansı bir. Və onlar da bölünür nəyə? Növlərə. Xüsusi dözümlülük bölünür növlərə. Sürət dözümlülüyü var. Sürət dözümlülüyü budur ki, yorulmadan uzun məsafənin sürətli saxlanılmasıdır. Yorulmadan uzun məsafənin sürətli saxlanılmasıdır. Sürətgüc dözümlülüyü var. Yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrasıdır. Qüvvə dözümlülüyü nədir? Yorulmadan qüvvə tələb edən hərəkətlərin davamlı icrasıdır. Koordinasiya dözümlülüyü var. Çətin texniki hərəkətlərin dəfələrlə və sürətli təkrarlanmasıdır. Dinamik dözümlülük nədir? Ağır hərəkətləri nisbətən sakit tempdə, lakin uzun müddətdə yerinə yetirilməsidir. Amma statik dözümlülük budur ki, əzələ gərginliyin uzun müddətdə eyni vəziyyətdə saxlanılmasıdır. Baxın, qüvvə dözümlülüyünə bir hərəkət deyim. Turnikdə uzun müddətdə sallanma. Nədir? Qüvvə dözümlülüyü. Sürət dözümlülüyü belə deyə bilərəm ki, 400 metrə qaçışdır. Yorulmadan uzun məsafənin sürətdə saxlanılmasıdır. 400 metrə qaçış aid etmək olar sürət dözümlülüyünə.
Sürətköz dözümlüyünə demək olar atmalar. Uzun müddətli yorulmadan hansı bir alətin atılmasıdır. Bu da hansı hərəkətlərlə biz dözümlü inkişaf etdirə bilərik? Orta və uzaq məsafələrə qaçışlardır, idman oyunlarıdır, sonra üzgüçülükdür, çoxmərhələli estafetlərdir, enişli yoxuş yerlərdə kross qaçışlardır, süni və təbii maneələri dəf etməklə qaçışlardır. Bunlar hamısı dözümlüyə aiddir.